İsrail ordusu Livanın cənubuna doğru irəliləyir, belə ki, Hizbullaha ağır itkilər. Gündəm xəbərin efirində 26 Mart tarixli və bir məlumatı diqqətinizə çatdıracaq. Belə ki, İsrail Müdafiə Ordusu Livanın cənubundakı strateji Marjuyun rayonunda Hizbullahın bir qrup silahlısını amansız döyüşlər nəticəsində ləğv eləyib. Gündəm xəbər verir ki, martın 26-sında səhər saatlarına daxil olan məlumata əsasən İsrail bölmələri şəhərin girişində möhkəmlənməyə çalışan radikal qruplaşma üzvlərinə qarşı nöqtə zərbəsi endirib və qarşıdurma zamanı Hizbullahın bir neçə tankı, eləcə də hərbi texnikası dəqiq atəşlə sıradan çıxarılıb. Düşmənin atəş nöqtələri susturulub. Ordu rəsmiləri bildiriblər ki, İsrail hərbiçiləri ərazidə terror infrastrukturunu metodik şəkildə məhv etməyə davam edir və bu əməliyyat martın 2-dən bəri davam edən geniş miqyaslı Livan müharibəsinin tərkib hissəsidir. Şahidlərin sözlərinə görə Marjuyun və ətraf kəndlərdə partlayış səsləri kəsilmir və İsrail hərbi aviasiyası isə Hizbullahın gizli anbarlarını və komanda mərkəzlərini hədəf almaqda davam edir və qeyd olunur ki, bu strateji yüksəkliklərin nəzərdə götürülməsi İsrailin şimal yaşayış məntəqələrini birbaşa raket ateşindən qorumaq üçün həlledici əhəmiyyət kəsb edir və hazırda bölgədə gərginliyin pik həddə olduğu və hər iki tərəfin də əlavə qüvvələr cəlb etdiyi bildirilir.